Jujutsu Kaisen fanları arasında illərdir davam edən bir müzakirə var. Niyə bu seriya bizə xronoloji ardıcıllıqla təqdim olunmadı? Gəlin əvvəldən başlayaq. Hər şey 2020-ci ildə Jujutsu Kaisen'in birinci sezonunun yayınlanması ilə başladı. Yuji Itadori'nin Sukuna'nın barmağını udması, Tokyo məktəbinə qəbul olunması və Jogo Mahito kimi lənətlərlə qarşılaşması bizə tanış olan əsas hekayə xətti idi. Döyüş səhnələri və xarakter dərinliyi ilə seriya bir anda anime dünyasının ən böyük adlarından birinə çevrildi. Amma əsas münaqişə burada başlayır. Birinci sezon bitdikdən sonra Mappa Studio gözlənilməz bir addım atdı. Jujutsu Kaisen 0 filmini ekranlara çıxartdı. Bu sadəcə əlavə bir hekayə deyildi. Əslində demək olar bütün seriyanın taleyini həll edən bir hadisə idi. Film Yuta Okotsu, Rika və Geto kimi xarakterlərin, personajların hekayəsini önə çıxararaq gələcək sezonlar üçün zəmin yaratdı. Maraqlı məqam ondadır ki, Jujutsu Kaisen 0 nadir hallardan biri olaraq tam kanon statusunda idi. Yəni bu sadəcə yan hekayə deyil, əsas süjetin ayrılmaz hissəsi idi. Bundan sonra isə mangaka Gege Akutami bu filmi rəsmi manga formatında Jujutsu Kaisen adı altında ayrıca cild kimi satışa çıxartdı. Bu, sənaye daxilində az rastlanan bir strategiya idi. Adətən filmlər əlavə bir məzmun kimi qalır, amma burada film həm rəsmi, həm də rəsmi mənbə rolunu oynayırdı. Bəs zaman xətti baxımından vəziyyət necədir? Jujutsu Kaisen 0 əslində manqada birinci cilddən, yəni Yuji Itadori'nin hekayəsindən əvvəl baş verən hadisələri təsvir edir. Yəni xronoloji olaraq bu seriyanın ən başlanğıc hissəsi bura olmalıdır. Lakin yayım və nəşr ardıcıllığında bu tamam tərsinə oldu. Əvvəlcə əsas seriya, sonra isə əvvəlki hadisələr təqdim edildi. Məhz bu da bizi əsas müzakirə mövzusuna gətirir. Jujutsu Kaisen 0-ın birinci sezondan sonra yayınlanması doğru qərar idimi, yoxsa yanlış? Bir tərəfdən bu strategiya kommersiya baxımından məntiqli idi. Studio əvvəlcə auditoriyanı əsas xarakterlərlə, Yuji və onun timi ilə tanış etdi. Sonra isə artıq formalaşmış fan bazaya həmin o əvvəlki hadisələri təqdim etdi. Bu, auditoriyanın maraq və gözləntilərini artırdı. Digər tərəfdən isə bəzi izləyicilər üçün bu, emosional təsiri zəiflətdi. Jujutsu Kaisen 0-da olan hadisələr əslində birinci sezonda eyhamla keçilən bəzi məqamları əvvəlcədən spoiler edirdi. Yuta kimi personajların sonrakı taleyini bilməklə izləyici filmi fərqli bir perspektivdən izləyirdi. Nəticə etibarilə Jujutsu Kaisenin yayım ardıcıllığı klassik xronoloji formatdan kənara çıxsa da, bu qərar həm marketinq, həm də hekayə strukturu baxımından düşünülmüş görünür. Sizcə necə? Jujutsu Kaisen 0-ın normal Jujutsu Kaisen seriyasından sonra yayınlanması düzgün qərar idimi?